Salam dəyərli abituriyentlər, hər vaxtınız xeyir olsun. Nicat Baxşızadə sınaqlar toplusundan blok sınağı 4-cü izahına baxırıq. Başlayaq birinci sualda. Birinci sual vektorlar bölməsinə aiddir. Çoxumuzun sevimli bölməsidir. Vektorları paralel olarsa m-in hasilini soruşur. Əvvəla nəyi bilməliyik? Paralel vektorlar üçün bizim şərtimiz var idi. Əgər A və B vektorları verilibsə, uyğun olaraq onların absislərinin nisbəti ordinatlarının nisbətinə həmin ifadədə aplikatların, yəni z-lərin nisbətinə bərabər olmalı idi. İndi bu qaydanı tətbiq eləsək, uyğun olaraq koordinatları nisbətini yazmalıyıq. Yəni ki, mənfi 3-ün n-ə, daha doğrusu mənfi 6-nın n-ə bərabər 3-ün 1-ə bərabər. Sonra z-lər qaldı. M-in mənfi 4-ə. İndi gəlin bunları hesablayaq. Təbii ki, m-in hasilini tapmaq tələb olunur deyə mən birinci və sonuncu kəsirləri bir-birinə çarpaz vursam kifayət eləyər. Yəni m vur m bərabərdir. Mənfi 6-nı mənfi 4-ə vuranda düzgün cavab müsbət 24 olar. Yəni B variantı. Gəlin ikinci suala baxaq. İkinci sualda limit sualıdır. X 2-yə yaxınlaşanda ifadənin qiymətini hesablamamızı istəyir. Deməli, biz nəyi bilməliyik? Əgər 2-ni sürətdə və yaxud da məxrəcdə aparıb yerinə qoysam, nə ilə qarşılaşacağım? Görəcəm ki, sürətdə də 0 yaranır, məxrəcdə də 0 yaranır. Bilməliyəm ki, 0/0 tipli bir ifadə yarandısa, o zaman keçməliyəm L'Hopital qaydasına. L'Hopital qaydası nə idi bəs? Həm sürətin, həm də məxrəcin törəməsini tapmaq deməkdir. Onda sürətin törəməsini tapsam, 2x çıx 1, məxrəcin törəməsini tapsam, 2x üstəgəl 1. İndi uyğun olaraq bayaqki 2 qiymətini burada yerinə qoyuram. Hansı ki, x yaxınlaşır 2 deyirdi də. 2 vur 2 çıx 1, 2 vur 2 üstəgəl 1. Yəni bir dəfə 4-dən 1 çıxıram, bir dəfə 4-dən 1-i toplayıram. Sürət olur 3, məxrəc olur 5, yəni 0,6. Baxaq üçüncü suala. Bu da maraqlı sualdır. Çevrə mövzusuna aiddir. Biz bilməliyik ki, çevrənin daxilinə bir üçbucaq çəkilibsə və o üçbucağın tərəflərindən biri çevrənin diametri ilə üst-üstə düşürsə, həmin üçbucaq mütləq ki, düzbucaqlı üçbucaq olmalıdır. Elə isə bizə verilən min bucağını 45 yazarıq. Aydın məsələdir ki, burada 45 dərəcə olacaq. Daha sonra bizə verib m-in 18. M-in demək katet deməkdir. Bura 18-dirsə, təbii ki, YM də 18 olacaq. Çünki bərabər yalnız bucaqlı bucaqda 45-45-ə görə. Bizdən soruşur OM-in uzunluğu. OM nədir? Düzbucaqlı üçbucaqdan düzbucaq təpəsindən çəkilən mediandır. Və biz onu necə tapırdıq? Hipotenuzun yarısıydı deyirdik ki. Baxın, düzbucaq təpəsindən çəkilən median, bu yazacağım düstur sadəcə düzbucaqlı üçbucağın düzbucaq təpəsindən hipotenuza çəkilən mediana aiddir və hipotenuzun yarısı ilə hesablanırdı. Əlavə olaraq xatırladım ki, S/2 başqa böyük erində düsturu idi, yəni xaricə çəkilən çevrənin radiusunu bildirirdi. İndi nə isə biz bərabər necə hesablayarıq? Bizim hal-hazırda hipotenuzumuz bizdə nədir? YN. Yəni S-nin yerinə YN qoyuram, YN böl 2. Bəs YN-i necə tapıram? Təbii ki, düzbucaqlı üçbucaqda, üstəlik 45-45, 93 bucaqdırsa, katetlər 18-dirsə, hipotenuz bütöv olacaq 18 kökdə 2. Yəni mən 18 kökdə 2 yazsam, diametrə məxrəcdə də 2, bunlar da ixtisar gedər, olar 9 kökdə 2. Yəni B. Asan sualdır bu da. Baxaq 4-cü suala, bizə nə verilib? Əbu-Babi 441 olarsa diaqrama əsasən m-i tapın. Diaqramı necə işləyirsiniz? Həmişə diqqətlə baxın, bu tip suallar buraxılışda da çox düşən tiplər idi. Blokda da nəzərə alın. Deməli, A sütunu fikir versə ştrixli sütundur. Baxıram ki, burada ştrixli bu sütunlarım var. Deməli, A-nı qurmaq üçün həmin sütunlara fikir verməliyəm. Yəni yazıram A bərabər, burada yazdığım kimi. Bu birinci sütun 3-ün sütunudur. 3-dən neçə dənədir? 6 dənə. Ona görə 3 üstü 6 yazıram. Daha sonra keçirəm m-in sütununa. M-dən də 7 dənədir. Yəni m üstü 7. Bu hazır. Keçirib B-yə. B-də də eyni məntiqlə ağ gördüyünüz kvadratlar B-ni göstərir. Deməli, 3-dən də 2 dənədir. M-dən də yenə 2 dənədir. İndi biz bunu belə yazandan sonra bizdən nə tələb olunur? Deyir ki, əbabu 441-dir. İndi sən bilməlisən ki,
AB-nin nəbobunu tapmaq üçün nə etməlisən? Sadə vuruqlara ayrılışda onlardan ən kiçiyini götürməlisən. Məsələn, 3-lərdən 3 üssü 2-ni götürəcəm. M-lərdən də M üstü 2-ni götürəcəm. Və bunu bərabərləyəcəm 441-ə. Bu əslində nə deməkdir? 3M-in kvadratı deməkdir. 441-ə bərabərdir. Nəzərə alsaq ki, 441 özü də 21-in kvadratıdır. Silib yerinə 21-in kvadratı yazsaq, belə çıxır ki, 3M 21-ə bərabərdir. Yəni, M özü olacaq 7. Onda cavab olur C variantı. Daha sonra baxaq 5-ci suala. Baxın, bu sualda da yenə eyni tip. Buna bənzər bir çoxunu işləmişik. Deməli, sin kos hasilləri görürəm. Ağlıma dərhal sin 2 alfanın düsturu gəlir. Gəlin birinci sin 2 alfanın düsturunu xatırlayaq. 2 vur sin alfa vur kos alfa. Məxrəci buna uyğunlaşdıracağım. Yəni, burada gördüyünüz birinci kəsrin surətində, məxrəcində də 2 vur yazıram. Niyə 2 vur yazıram? Məxrəcdə həmin düstur yaransın deyə. Surəti 2-yə vursam, olacaq 2 kosinus 30 dərəcə, düzdürmü? Məxrəc nə olacaq? Olacaq 2 vur sin 10 kos 10. Birbaşa yazsaq, yəqin ki, sin 20 yaza bilərik. Yenə də deyirəm, baxın, 2 vur sin 10 kos 10. Bu bütöv mənə verir sin 20-ni. Çıxılsın 1 böl kos 20. İndi məsələ nədən ibarət? Kosinus 30 demək, kökdə 3 böl 2 demək. Yerinə qoysam 2 vur kökdə 3 böl 2 bölünsün sinus 20 çıx 1 böl kosinus 20. Əslində dərəcələr hər dəfə yazmalısınız, amma mən tənbəllik eləyirəm. Olur kökdə 3 böl sinus 20 dərəcə çıxılsın 1 böl kosinus 20 dərəcə. İndi gəlin orta məxrəcə gətirək. Məxrəcdə olacaq sinus 20 dərəcə, vurulsun kosinus 20 dərəcə. O dəqiqə sualın başını buraxmayın. Orta məxrəcə gətirəndə aydın məsələ ki, bu şəkildə çarpaz vurmaq lazımdır. Olacaq kökdə 3 vur kosinus 20 çıxılsın sinus 20. Biraz aralı yazmamın səbəbini deyəcəm. İndi baxıram ki, mən burada surətdə nəsə iş görə bilərəm, amma nə işi? Gəlin belə bir iş görək. Surətdə mən belə bir iş görürəm. Baxın, bunu da 2-də 1-ə vururam. Əgər surətdəki ifadəni 2-də 1-ə vurdumsa, o zaman məxrəcdəki ifadəni də 2-də 1-ə vurmalıyam. Zaten burada 2 dənə vuruqdur, qabağına bir dənə 2-də 1 atmam kifayət edir. Amma burada ortaya çıxma var idi ki, hər bir toplamını 2-də 1 yazmalıyam. İndi bunu eləməyimin səbəbi nə idi? Çünki burada yaranan ifadə mənə hansısa bir düsturu xatırladır. Biraz asta-asta danışıram ki, bəlkə sizin özünüzün ağlınıza gələ. Təbii ki, nə edə bilərəm? Orada görmüş olduğunuz kökdə 3 böl 2 və 2-də 1, onların yerinə kökdə 3 böl 2-nin yerinə sinus 60 qoya bilərəm. Burada da gəlin yazaq. Sinus 60 dərəcə vur kosinus 20 çıx. 2-də 1-in yerinə qoyuram. Kosinus 60 vur sinus 20. Bölünsün. 20'miz sığmadı bura. Nəysə. Bölünsün. Məxrəci olduğu kimi yazıram. Hətta burada məxrəcdədir də 2-də 1 düzdür. Onun ikisi yuxarıda qalxa bilər əslində. Növbəti mərhələdə də eləyə bilərik. Hələ ki bizim üçün çox da fərqi yoxdur. Asta-asta izah edirəm ki, sizə də tam aydın olsun. İndi baxaram nəyə? Diqqətlə fikir verin. Bizim bir dənə düsturumuz var idi. Hansı ki düsturu burada yazıram. Sinus alfa minus beta düsturu var idi. Toplama düsturlarından. Bu düstura əsasən mən açılışı yaza bilərəm. Bilirəm ki, bunun düsturu necə idi? Gəlin bir dənə xatırlayaq. Sin alfa vur kos beta çıxılsın. Kos alfa sin beta. Bu şəkildə. Bu düsturdan istifadə edərək bu ifadənin kəsrin sürətini sadələşdirə bilərəm. Surəti onca necə sadələşdirərəm? Sinus 60 ilə 20-nin fərqi. Yəni sinus 40 dərəcə yaza bilərəm. Məxrəcə bir dənə fikir verin. Bayaq dedik ki, bu 2 qalxacaq yuxarı. Qalxdı yuxarı vur 2 şəklində. Aşağıda qaldı sin 20 ilə deməli kos 20. Düzdürmü? İndi məsələ nədən ibarətdir? Mənim sin 20 kos 20 hələ ki mənə bir şey vermir. Gəlin bu kəsiri 2-yə burasını da vuraq, bunu da 2-yə vuraq. Vuraq ki, qoy məxrəcdə nə yaransın? Sinus 40 dərəcə yaransın. Onda buradakı ikiləri bir-birinə vuranda qabaqda 4 yazaram.
Sürətdə zaten sinus 40 var. Son olaraq sinus 40'lar ixtisar gedəcəyi üçün cavab olar 4. Yəni B variantı. Baxaq 6-cı suala. 6-cı suala əslində ədədi silsilənin birinci həddə görə açma düsturundan aça bilərik. Baxın, A3-ü A1-lə, A5-i A1-lə, A8-i A1-lə hamısını A1-ə görə açıb sadələşdirə bilərik rahat şəkildə. Sonda da böyük ehtimal çarpaz vuracaq. Və yaxud da ki, əslində başqa metodlardan istifadə eləmək olar. Ən kiçik həddə görə aça bilərsiniz, A3-ə görə aça bilərsiniz. Gəlin belə eləyək. A3-ün yerinə A1 üstəgəl 2D yazıram. Üstəgəl. A5-in yerinə A1 üstəgəl 4D yazıram. Üstəgəl. A8-in yerinə isə A1 üstəgəl 7D yazıram. Yəqin ki, bura qədər hamı məlumatlıdır. A4-ün yerinə də məlum məsələ A1 üstəgəl 3D yaza bilərəm. İndi sürətə fikir versəz 1, 2, 3. 3 dənə A1 var. 13 dənə D var. Məxrəcimdə isə A1 üstəgəl 3D. İndi mən bunu 2-yə bərabər olduğunu bilirəm. Bunları çarpaz vursam 3A1 üstəgəl 13D bərabər olacaq 2A1 üstəgəl 6D. İndi məlum məsələ A1'ləri sola, D-ləri sağa yıxmalıyam. Onda 3A1-dən 2A1'i çıxsam olacaq A1 bərabərdir. 6D-dən də 13D-ni çıxsam eləyəcək -7D. İndi bizdən nə soruşur? Deyir ki, ayın ədədi silsiləsinin 0-a bərabər olan həddinin nömrəsini tap. Yəni elə bir bizim hər hansı bir AN-imiz var ki, onun qiyməti 0-dır və biz həmin o nömrəni, yəni n-nı tapmalıyıq. Diqqətli olun. 0-a bərabər olan həddin nömrəsini tap. Yəni n-nı istəyir bizdən. İndi bilirəm ki, ayının düsturu nə idi normalda? A1 üstəgəl n çıx 1 vur D. Bərabər eləməliyəm 0-a. A1'i tapmışam. Bilirəm ki, -7D'dir. Üstəgəl n çıx 1D. Yazıram n çıx 1D. Bərabər 0. Bunu sadələşdirəsi olsam, -7D bərabər vurub açıram. ND çıx D. Düzdürmü? İndi gəl belə eləyək. Bu -D'ni bu tərəfə açsam, toplama yaradaram. -7D'nin üstünə D gələndə eləyəcək mənfi. Üstəgəl bir saniyə. Ortada bərabər işarəsi qoymuşam. Özümü çaşdırdım. Bərabərdir bir saniyə. Düzəldək bunu. İndi nə edəcəm? -7D'dən D çıxanda eləyəcək -8D bərabər. ND-ni də atıram sağa. -ND. Belə eləməkdə məqsəd nədir? D-ləri tullasaq, -8 -N-ə, yəni N ilə 8-ə bərabər olmuş olacaq. Cavab olur D variantı. Bu tənliklər sistemində bir çox üsullarla həll eləyə bilərsiniz. Mən onlardan birini göstərəcəm sizə. Baxıram ki, məxrəcdə kvadratlar cəmidir. Daha doğrusu məxrəcdə deyirəm, ikinci tənlikdə. Burada da x kvadratı gözümə batır. Birinci tənlikdən x kvadratını gəlin tapaq. Y çıx A üstəgəl 2. Düzdür. Bunu ikinci tənlikdə yerinə qoya bilərəm. Yəni x kvadrat üstəgəl y kvadrat bərabər 9 tənliyində. X kvadratın yerinə bu ifadəni qoyuram. Y çıx A plus 2. Üstəgəl y kvadrat çıx 9 bərabər 0. Yəni məqsəd nədir? 9-u sola keçirdim. Niyə? Çünki kvadratik tənlikdə sağda yalnız 0 qalmalıdır. Biraz daha sadələşdirsə y kvadratın qabağa açsaq, o zaman belə bir ifadə almış olarıq. Düz hesabladım, ümid edirəm 2-dən 9 çıxdı, -7. Burada bu hissə sərbəst həddimiz olacaq da bizim. İndi nə etməliyəm? Ümumiyyətlə tənliklər sisteminin yeganə həll olması üçün nə olmalıdır? Diskriminant 0-a bərabər olmalıdır. Mötərizədə də yazıram. Yeganə. Bu yeganə həllin şərtidir. İndi yeganə həll üçün diskriminant 0-dırsa, gəlin diskriminantı hesablayaq. Düsturu necə idi? B kvadrat çıx 4AC. B nədir? Y-in qarşısına duran. Yəni 1. Kvadratı da elə 1 eləyik. Çıxılsın. 4 vur. A əmsalın 1'dir. C əmsalı isə baxın burada gördüyünüz ifadədir. Yəni -A çıx 7. Bunu 0-a bərabər eləməliyəm. Gəlin sadələşdirək. 1 çıx 4 vurulsun. Baxın burada A -A çıx 7'dir. Mən onu A plus 7 eləsəm, ortadakı işarəni dəyişə bilərəm.
Yəni belə başa düşün də, buradakı mənfi bunların hər birisinə vurulanda onlar müsbətləşir. Olur 1 üstəgəl 4a üstəgəl 28 bərabərdir 0. Deməli 4a bərabər olur mənfi 29-a. A da bərabər olur mənfi bir şey alındı ki. Əslində buradan alırıq biz cavabı mənfi 29-u 4-ə böləndə içində 7 tam 4-də 1. 7.120. Əslində belə alırıq əvəz etməyini. Amma böyük ehtimal ki, burada həndəsi yanaşmaq lazımdır. Yəni sualın tərtibində bəzən belə əskiliklər ola bilir. Gəlin ona görə suala biraz fərqli yanaşaq. Məsələn, neyniyək? Gəlin belə bir iş görək. Baxın. Bu hissələri silirəm. Deməli, birinci tənlikdən biz y-i tapası olsaq, nə yazaram? X kvadrat üstəgəl a çıx 2 düzdür. İndi bu bir funksiyadır, kvadratik funksiya. Bunun təpə nöqtəsinin tapası olsa, təpə nöqtəsinin koordinatları m-in idi. M-i bilirik ki, mənfi b bölü 2 a düsturu ilə tapılır. Və burada bizdə x əmsalı yoxdur, yəni x yoxdur. X kvadratından sonra birbaşa sərbəst əddir. B yoxdur, yəni b sıfırdır. Ona görə bunun cavabı elə 0 olur. Təpə nöqtəsinin apsisi 0-dır. Ordinatını tapmaq üçün də ya düstura gedərəm, ya da tapdığım 0-ı burada x-in yerinə qoyarım. X-in yerinə qoyanda elə a çıx 2 qalır. Ən rahatı budur. Demək, təpə nöqtəsinin koordinatları 0 və a çıx 2-dir. İndi biz bunu niyə deyirəm? Kəsişmə sistem onsuz kəsişməni bildirir. Bu özü bir çevrə tənliyidir. Çevrə tənliyi də hansı ki, radiusu da 3 olan bir çevrə tənliyidir. Yəni burası 3-dür, burası mənfi 3-dür, 3-dür, mənfi 3 o şəkildə və mütləq şəkildə mərkəzi koordinat başlanğıcındadır. İndi bizdə də bir dənə kvadratik funksiya var, qolları yuxarı olan, təpə nöqtəsinin apsisi 0-dır, ordinatı isə a çıx 2-dir. İndi mütləq şəkildə nə olmalıdır? Bizim təpə nöqtəmiz həmin o radius ilə mütləq çevrə ilə kəsişməlidir. Çevrənin üzərindəki nöqtələr aydın məsələdir ki, bayaq çəkib göstərdiyim kimi bir daha göstərirəm. Baxın, bu nöqtələr ki var. Onlar nədir? Koordinat oxlarının kəsdiyi nöqtə. Yəni mən nə edərəm? Bilməliyəm ki, ən alt nöqtəm mənim nədir? Deməli, apsisi 0. Ordinatı mənfi 3. Demək 0 mənfi 3 ilə bunları bərabərləşdirməliyim. A çıx 2-ni bərabər eləsəm mənfi 3 ilə həmçinin və ya şey də ola bilər də 0-3 də ola bilər, onun fərqi yoxdur. Bunu bərabərləşdirsəm A-nı alacam mənfi 1. Bu birisini bərabərləşdirsəm A çıx 2-ni 3-ə bərabərləşdirsəm A-nı alacam 5. Yəni əslində sadəcə 5 deyil, mənfi 1 də olur, variantlarda olsun, onu götürə bilərik. Burada gərək ki, şərtdə müsbət deyərdə, eybi yox yəni. Belə variantlardan hiss eləmək olur, cavab olar Y. 8-ci sual integral sualıdır. Deməli, buradan yeyə bilərəm. Bizə funksiya verib, funksiyanın köklərini bilirsiniz də. X1 bərabər 2, X2 bərabər 4 V teoremindən bunu bilmək olur. Bu heç. İndi mən nə etməliyəm? Elə bir sahəni bilirik ki, fiqurun sahəsini, hüdudlanmış fiqurun sahəsini integralda S ilə işarə edib integralla hesablayırdıq. Deməli, 2, 4 olduğu üçün köklər, sərhədləri belə yazaram. 1-dən 2-yə qədər, sonra 2-dən 4-ə qədər, bir də 4-dən 6-ya qədər. 1 ilə başlayıb 6 ilə bitirməyimi istəyir, ona görə. Arada sadəcə 2, 4 olaraq fasilə verəcəm də, yəni birbaşa 1-dən 6-ya yazmayacağım. 1-dən 6-ya x kvadrat çıx 6x plus 8 belə də yaza bilərəm. Yəni deməli, üstəgəl 2-dən 4-ə deməli, eyni şeyi köçürdürəm. Bunu mötərizə yazsaq daha məqsədə uyğun olardı. Daha səliqəli olardı. Son olaraq 4-dən 6-ya. Videonu sürətləndirin arada, lazım gələndə. Sonra bunları normal qaydada inteqrallarını hesablayırsınız, qeyri-müəyyən inteqralını və sərhədləri yerinə qoyub hesablayırsınız. Yəni o artıq çətin bir şey deyil. Hər dəfəsində integral eynidir zaten. X kubu
bölü 3 çıx 3x kvadrat üstə gəl 8x. Amma indi qiymətləri qoyduqca dəyişir. Məsələn, 2 qoyub, 1 qoyub alınan nəticələri çıxacam. 4 qoyub, 2 qoyub alınan nəticələri bir-birindən çıxacam. 6 qoyub, 4 qoyub alınan nəticələri bir-birindən çıxacam. Onsuz da integral bilənlər bu hissəni bilir. Bilməyənlər də geçsin əvvəlcə integral öyrənsin, sonra. Çünki integral öyrənməyə istədinsə, girdinsə integrala. Yəni onu yaxşı öyrən. Çünki yarı yolda buraxmaq lazım deyil integral. Əmək sərf eləyəndə integral əslində o qədər çətin mövzu deyil. Ona görə deyirəm. Yekun olaraq səhv eləmirəmsə buradan nə alınırdı nəticəmiz? Deyəsən elə B variantı olurdu. Bunu hesablasaz cavab 9/3 olacaq. Əgər hesablamada sorun yaşasaz filan, yazın mənə, mən sizə izah edeyim. Amma düşünürəm ki, artıq bu qeyri-müəyyən integral tapmaqda yəqin ki, sorun yaşamazsınız. Rahat şeydir. 9-cu sualın şəklini çəkmişəm sizin üçün. Trapesiyanın diaqonalları onu 4 üçbucağa ayırır. Tərəfləri trapesiyanın oturacaqları olan üçbucaqların sayısı 36 və 64-dür. Aydın məsələdir ki, trapesiyanın oturacaqlar deyəndə bu və bu nəzərdə tutulur. Ona görə də mən tərəfləri həmin oturacaqlar olan üçbucaqları götürürəm. Burada siz bir qayda var idi, onu bilməlisiniz. Ümumi sahəni soruşur bizə, ümumi trapesiyanın sayısı. Trapesiyanın ümumi sayısını tapmaq üçün siz onları S1, S2 qaydası ümidvaram yadınızdadır. Kök altında S1, S2-ni cəmləyirdik. Deyirdik ki, bu bloka aid şeydir. Buraxılışda bunu ötürüb keçirdik üstündən. Amma artıq indi öyrənməlisiniz. Bunları toplayanda nə eləyir? 1 eləyir 6. Bu arada bunun kvadratını qoymadım deyəsən. Gecə video çəkəndə belə olacaq. 6 ilə 8-in cəmi deyəsən 14 eləyir. Onun da kvadratı yəqin 196. Oldu cavab C. Yorğunam çocuklar. Yorğunam, yuxum gəlir. Baxaq 10-cu suala. Bizə fx verib, bir də fjx verib. Deyir ki, bu olarsa J5-i tapaq. Deməli, birinci bunun üçün nə etməliyəm? Hələ ki Jx funksiyasının nə olduğunu bilmirəm. Sadəcə mənə burada deyir ki, buradakı yuxarıdakı f funksiyası ki var. Deyir orada x-in yerinə Jx qoy. Yəni mən harda x gördüm? Burada. Yerinə Jx qoyub hesablayacağım. Yəni diqqətlə baxın, görün nə edirəm. Fjx bərabər yazıram. X-in yerinə Jx qoyuram. Bu nə deməkdir? Yəni Jx-in kvadratı. Daha sonra çıx 2x-in yerinə çıx 2 vur Jx. Bir də plus 3. İndi bu özü mənə verilib axı buna bərabər olduğu. Gəlin belə eləyək. Elə bunun özünü götürək. Kopyalayıb qıraqdan yapışdıraq. Və bunun özünü bərabər eləyək mənə verdiyi x kvadrat çıx 8x plus 18-ə. Düzdürmü? İndi buradan nə almış olaram? Mənə lazımdır Jx funksiyasının özünü tapmaq. Bir istəyirəm əslində burada müxtəsər yaradım. Necə yaradarım müxtəsər? Fikir verin. Mən istəyirəm Jx çıx 1-in mötərizə kvadratını yaradım. Fikir verin. Jx-in kvadratı çıx 2 vur Jx. Hasilini ikimizin. Bir də bizə plus 1 lazımdır. Bu 3-dən 1-i ayırıb verək ona. Elə bil içində getdi də. Qıraqda nə qalacaq onda? 2 qalacaq da. Sanki 3-ün bir vahidini verdiyi bu düstur yığa bilsin deyə. Bunu parçalayıb 1 plus 2 yazsam. Yəni, bax bu 1-ə qədər olan hissə mənə həmin o mötərizə kvadratını verir. Qıraqda qalar bir dənə plus 2. Bərabər. Qalan hissəni olduğu kimi yazıram. İndi baxım görün bu mənə nəyi verəcək. Neyniyə bilərəm? Bu, atsam bir dənə hər şeyi sol tərəfə. X kvadrat çıx 8x. Baxın, 2-ni bu tərəfə atanda plus 16 olacaq da. Bu da əslində x çıx 4-ün mötərizə kvadratıdır. Nə anlamış olduq? Bir dənə fikir verin. Bu ifadə bizdə alındı bu ifadəyə bərabər. Onda belə çıxır ki, Jx çıx 1 bərabər imiş x çıx 4-ə. Onda belə çıxır ki, Jx özü nəymiş? X 1-i mənfi 1-i atsam bu tərəfə mənfi 4 plus 1, yəni mənfi 3 olacaq. Məndən də soruşur J5. İndi burada bir məsələ var ki,
Bizə deyirdi ki, Jx artandır. Ona görə mən x çıx 4 yazdım. Bax, əgər orada artan deməsəydi ya da azalan desəydi, mən bunu x çıx 4 kimi deyil, 4 çıx 2, x kimi də, yəni bu şəkildə də yaza bilərdim də. Niyə məhz x çıx 4 yazdım? Ona görə ki, mən bilməliyəm ki, bu artan olmalıdır. Bilirik ki, 4 çıx x olsa, x-in qabağı mənfi olduğu üçün o azalan olar. İndi burada isə Jx-i tapdıq. Bizdən soruşulur, nə soruşulurdu? Soruşuldu J5. X-in yerinə 5 qoyanda 5-dən 3 çıxsam cavab olacaq 2, yəni Y variantı. 11-ci suala baxırıq. Bizə nə deyir? Deyir, bərabərsizliyi həll elə. Modul bərabərsizlik. Kök altda var içində, bəhbəh, nə gözəl. Neyniyək? Gəlin. Burada nə işlədik? Fikir verin, modulun içində duran bir şey əksinə çölə çıxıb və necə çıxıb? Deyir ki, bir ədədin modulu kiçik bərabərdir içəridəkinin əksindən. Modul ədədin əksindən nə zaman kiçik olar? Bu, əlbəttə ki, A-nın 0-dan kiçik bərabər olduğu hala aid olar da, düzdür. Çünki A özü mənfi imiş ki, qarşısına mənfi atanda o müsbət olub və modulda ondan kiçik olub. Yoxsa ki, əgər məntiqlə düşünək, baxın bir dənə bura təkrar yazıram. Əgər ki, mənim A-mın modulu mənfi A-dan kiçikdirsə, desəm ki, A-nı müsbət götürüm, tutaq ki, deyirəm. A-nı müsbət götürsəm, bura olacaq mənfi. Düzdür? A öz müsbətsə, mənfi A mənfi deməkdir. Axı, modul heç vaxt mənfidən kiçik ola bilməz. Ona görə də mən məcburam ki, A-nı deməli kiçik bərabər 0 götürürüm. Yaxşı, bildik ki, A kiçik bərabər 0 olmalıdır. Olmalıdır. Bunu tutandan sonra gerisi əslində rahat. Neyniyəcəm? Götürəcəm. Hər iki tərəfi kvadratı yüksəldərəm. Olacaq 6 çıx x. Bu kök 6'ın kvadratı çıxılsın 3'ün kvadratı, yəni 9, düzdür? Daha doğrusu, ən yaxşısı qoy detallı yazım. Modulun içində olan ifadəni kiçik bərabər 0 elədimsə, kiçik bərabər 3, hər tərəfi kvadratı yüksəlsəm 6 çıx x kiçik bərabər 9, onda olacaq demək, mənfi x kiçik bərabər 3-dən, yəni x böyük bərabər mənfi 3-dən. Demək, indi bilirəm ki, kök 6 şey heç vaxt mənfi ola bilməz. Ona görə digər tərəfdən 6 çıx x-i, kökün altında 6 çıx x-i böyük bərabər 0 edirəm. Yəni x kiçik bərabər olur 6-dan. İndi bu da var, bu da var. Onları birləşirsəm nə olacaq? Mənə lazım mənfi 3-dən böyük 6-dan kiçik olsun. Bu da o demək ki, mənfi 3-dən 6-nın aralığıdır. Cavab oldu A, bitdi, getdi. 12-ci suala baxırıq. Bərabər tərəfli konusun daxilinə radiusu 3 cm olan kürə çəkilir. Yaxşı, deyir konusun həcmini tapın. Baxaram ki, belə bir bərabər tərəfli konusum var və daxilinə kürə çəkilib. Bu kürənin radiusu 3-dürsə, mən o radiusun 3 olmasını necə qeyd edə bilərəm? Baxın, bura qeyd edirəm. Bilirəm ki, bərabər tərəfli konus demək, ox kəsiyi bərabər tərəfli, yəni düzgün üçbucaq olan fiqur deməkdir. İndi, biz oradakı radiusu normalda bilirik ki, r bərabər 3 veriblər, amma normalda r-in düsturu nə idi? Bərabər tərəfli üçbucaqda daxilə çəkilən çevrənin radiusu a kökdə 3 böl 6 idi. Bunu bərabər eləyərəm 3-ə. Buradan alaram ki, a daha doğrusu birbaşa yazmayayım. A kökdə 3 18-ə bərabərdir. Onda belə çıxır ki, A özü 6 kökdə 3-dür. İndi A dediyim nədir? Təbii ki də bərabər tərəfli konusumuzun doğuranı, bütün tərəfləri hamısı 6 kökdə 3-dür. Bizdən soruşulur konusun həcmi. Konusun həcmi üçün bilirəm ki, 3də 1 vur oturacağın sayısı vurulsun hündürlüyü düsturundan istifadə edirəm. Hündürlük aydın məsələdir ki, bərabər tərəfli üçbucaqda hündürlüyü nə idisə, bu da ondandır. Hündürlük a kökdə 3 böl 2 düsturu ilə hesablanır.
Əgər a-mız 6 kökdə 3-sə, onu kökdə 3-ə vurub 2-yə bölərəm. Yəni h bərabər olacaq nəyə? Kökdə 3-ü kökdə 3-ə vuranda 3 edir. Olur 9. H9. Oturacağın sayəsini necə taparam? 3də 1 vur. Oturacaqda radius bəllidirsə, elə buradan yaza bilərəm də. Oturacağın yenə pi r kvadrat, yəni pi vur. Gedərik indi oturacağın radiusunu taparıq. Oturacaqda gəlin onu bir dənə böyük R-lə işarə edək. Oturacağın radiusu aydın məsələdir ki, tərəfin, yəni A-nın yarısıdır. A bölü 2-dir. Əgər A bizə 6 kökdə 3 verilibsə, onun yarısı, yəni 3 kökdə 3 olacaq. Yerinə qoyaq. Pi, biz yazmalıyıq R kvadrat, yəni 3 kökdə 3-ün kvadratı. Vurulsun H, yəni 9. Hesablayaq bunları. Deməli, 3 kökdə 3-ün kvadratı nə eləyəcək? Eləyəcək. 3də 1 vur pi, vur 9, vur 3, vur 9. 3-lər ixtisar gedər. Cavab qalar 81 pi. Yəni Y variantı. Əslində o qədər çətin deyil. Əsas bərabər tərəfli üçbucaqla bağlı bilgilərdir. Onları yaxşı biləndə burada sorun olmur. Davam eləyək 13-cü sual. Kompleks ədədlərə aid sual oxşuyur. Nəyi verib bizə? X-i verib. Deyir, bu şərt ödənilirsə modul Z-i tap. Neyniyərəm? Təbii ki də bu kompleks ədədin bərabərliyi qaydasıdır. Həqiqi hissə, xəyali hissəyə bərabər olmalıdır. Baxın, 2x 8-ə bərabər olmalıdır. İyili hissə, yəni xəyali hissə də xəyali hissəyə bərabər olmalıdır. Onda yazaram ki, 2x 8-ə bərabərdirsə x 4-dür. Digər tərəfdən 3y 5x çıx 2y çıx 5-ə bərabərdirsə, onda belə çıxır ki, i'ləri tullasaq. Belə bir ifadə alaram. İndi nə edirəm? Götürürəm x-ləri bir tərəfə, y-ləri bir tərəfə keçirəm və yaxud x-in yerinə birbaşa 4 də qoya bilərəm. Eləyəcək, deməli, 3y, 2y toplayanda eləyəcək 5y bərabərdir. 5x demək nə deməkdir? 5 4-üm 20, 5 də çıxanda eləyir 15. Y-i də alaram 3. Məndən soruşur modul Z. Modul Z demək, kök altında x-in kvadratı ilə y-in kvadratını cəmləmək deməkdir. Yəni kök altında 16 üstəgəl 9, yəni kök altında 25, cavab oradan 5 çıxar. Olacaq C. Baxırıq 14-cü suala. 0, 1, 2, 3, 4, 5 rəqəmlərindən istifadə etməklə 5-ə bölünən neçə 4 rəqəmli ədəd yazmaq olar. Baxın, bu tip məsələləri necə əlləyirik? 4 rəqəmli deyir, 4 dənə xətt çəkirəm. Bunlar rəqəmlərin yerini göstərir uyğun olaraq. İndi baxaq. Bilirik ki, ilk rəqəmə heç vaxt 0 yaza bilmərəm. Çünki 0-dan ədəd başlamır. 0-ı atsaq, geriyə qalır 5 dənə ədəd. Demək, 5 dənə variantımız, seçimimiz var, seçənəyimiz var. İkinci basamağa, üçüncü basamağa, dördüncü basamağa artıq yəni pilləyə istədiyim şeyi yaza bilərəm bunlardan hər hansısa birini. 0 da daxil olmaqla cəmi 6 dənə seçim var digərlərinin hər birində. Çünki 0 qoya bilirəm onların hamısına. Bir dənə birinciyə 0 qoya bilmirəm. Ona görə 5 dənə olur. İndi bir saniyə, axırını diqqətli oxumamışam. Deyir 5-ə bölünən. 5-ə bölünən deyirsəm, son rəqəmi ya 5 ya da 0 olmalıdır. Ona görə sonuncuya 2 dənə qoysaq düzgün olar. Yenə də vurğulayıram, 5-ə bölünmə sonu 0 və ya 5 ilə bitmək deməkdir. O da 2 hal olduğu üçün sonuna 2 yazaram. Bunların hamısının ortasında vurma işarəsi qoyuram. Bir-birinə vururam. Edir 360. Yəni A. Baxaq növbəti 15-ci sualımıza. Burada loqaritmanın bir xassəsini istifadə eləməyi düşünürəm. Fikir versəz, burada 2x2 var və 2x var. Biraz aləm dəyişib bir-birinə. Belə bir qaydamız var idi. Baxın, A-nın üstündə loqaritma, məsələn, B əsasdan C. Bu həmçinin bərabəridir C-nin üstündə loqaritma, B əsasdan A-ya. Yəni, qüvvətlərin yeni dəyişə bilərdi. Onda mən belə yaza bilərəm də. Birinci hissəni dəyişib belə yaza bilərəm. 5-in üstündə loqaritma 2 əsasdan x yaza bilərəm. Düzdür. Neynədim? X ilə 5-in yerini dəyişdirdim.
Biraz bunu elə yazaq, qəşəng görünsün. Aha. Üstəgəl digərini olduğu kimi 5 üstündə loqaritma 2 əsasın x yazıram. Fikir versəz eyni şey alındı. Bununla bu bir-birinə eynidirsə və cəmi 50-dirsə, demək hər biri ayrı-ayrı 25-dir də. Onda 5-in üstündə loqaritma 2 əsasın x-i bərabər eləyərəm 25-ə. Yəni 5-in üstündə loqaritma 2 əsasdan x nəyə bərabər imiş? 25 özü 5-in kvadratıdır axı. İndi burada məsələ nədir? Üslü tənlikdə əsaslar eyni olanda nə olurdu? Qüvvət üslərini bərabərləşdirirdi. Yəni loqaritma 2 əsasdan x demək ki 2-yə bərabər imiş. X-i tapmaq üçün 2 üstü 2, yəni 4 taparım. Olacaq cavab C. 16-cı suala baxırıq. A çıx B ədədi B-nin 20% olarsa, yəni A çıx B bərabərdir. B-nin 20% nə deməkdir? B-ni 20-yə vurub 100-ə bölmək, yəni 0,2 B. Deyir A plus B ədədi B-nin neçə faiz? İndi yaxşı. Buradan mən A-nı tapası olsam, B-ni sağa atsam. 0,2 B üstə gəl B, yəni 1,2 B eləyər. Məndən nə istənilir? Deyir A plus B ədədi B-nin neçə faiz? İndi A plus B demək, axı A 1,2 B də yerinə qoysam, toplam eləyər 2,2 B. 2,2 dəfə çoxdur, yəni ki 220 faizidir. Olur Y variantı. Devam eləyək 17-ci suala. AB parçası üzərində götürülən C nöqtəsi onu A təpəsindən başlayaraq 7-9 nisbətində bölür. İndi bir dənə təxmini AB parçası çəkək. Bu nöqtə A olsun, bu nöqtə B nöqtəsi olsun. C nöqtəsini biraz A tərəfə çəksək yaxşıdır. Çünki nisbəti 7-9 verib. Yəni bura 7, bura 9K yazmalıyım. Diqqətli olaq burada. A nöqtəsindən A təpəsindən başlayaraq deyir. Ona görə də A tərəfə 7 yazıram. Digər tərəfə 9. Parçanı hər iki tərəfdən 4 cm uzatsaq. Hər iki tərəfdən 4 cm uzatmaq nə deməkdir? Buradan da mən 4 cm uzadıram. Buradan da eyni şəkildə 4 cm uzadıram. Mənə nə deyir? Alınmış böyük parçanın yarısının uzunluğu 20'dir. Bax, yarısının uzunluğu 20 demək nə deməkdir? Bütöv 40'dır deməkdir. Ona görə də bunların hamısını toplayıb 40'a bərabər eləyərəm. 4, 7K, 9K, 4. Bunların cəmi olmalıdır 40. Bu bizə nəyi verəcək? Olacaq 16K üstə gəl 8 bərabər 40. Demək 16K 32'yə bərabərdir. K o zaman olacaq 2. Bizdən nə soruşur? AB parçasının uzunluğunu tapın. Bilirik ki AB parçası 7K ilə 9K'nın cəmi, yəni elə 16K idi. Ona görə də cavab elə 32 olacaq. D variantı. 18-ci sual maraqlı bir sualdır. Düzbucaqlı ABC üçbucağının hipotenuzu 10'dur. Aydın məsələdir ki, hipotenuz 10 olanda katetin əgər biri də 8 verilibsə, digər katet mütləq 6 olmalıdır. Bu Pifagor teoremindən gəlir. Daha sonra deyir ki, S düzbucaq təpəsindən bu üçbucağın hipotenuzundan keçən və üçbucaq müstəvisi ilə 45 dərəcə bucaq əmələ gətirən müstəviyə qədər olan məsafəni tapın. Baxın, bu cümlə biraz sizin üçün sonuncu cümlə uzun gələ bilər. Önəmli olan o müstəvini görməkdir şəklə baxanda. Baxın, bizim belə bir üçbucağımız var. Daha sonra bu üçbucağın üzərindən bir dənə belə bir xətt çəkilib ki, bu mütləq hündürlüyü olmalıdır. İndi bizə deyir ki, burada bir 45 dərəcə bucaq var. Bəs bu 45 dərəcə bucaq kimdən kimin arasında qalan bucaqdır? Burada gördüyünüz hər hansısa bir müstəvidir. O müstəvi ilə bu üçbucaq müstəvisinin arasında qalan bucaq nəzərdə tutulur. Fərz edin ki, kitab kimi açılıb. Bir vərəyi budur, bir vərəyi budur. Aralarında da 45 dərəcə var. Yəni, misal üçün, mən o şəkli belə çəksəm, tutaq ki, deyirəm, skanner, printer qapağı kimi, kitab kimi belə çəksəm, daha yaxşı görərsiniz. İndi üzü bizə tərəf deyil, arxası bizə tərəfdir. Ona görə yaxşı görməmək normaldır. İndi məsələ nədən ibarətdir? Baxın, müstəviyə qədər olan məsafə. Mən nə demişdim? Demişdim ki, məsafə həmişə perpendikulyar olmalıdır. Bizdən soruşulan bu hündürlüydür, baxın. Aydın məsələ ki, burada bir dənə üçbucaq yaranıb, söhbət bu üçbucaqdan gedir və o üçbucağı mən kənarda göstərəsi olsam, necə göstərərəm? O bir düzbucaqlı üçbucaqdır, hansı ki 45,
45-dir iti bucaqlar. Bu o deməkdir ki, bərabər yanlıdır, katetləri eynidir. Bizdən soruşulanda zaten o katetlərdən biridir. Yəni x-i soruşur bizdən. İndi bir məsələ var. Mən hipotenuzu necə taparam? Bax, burada gördüyünüz S, deyək ki, D olsun. S, D-ni necə taparıq? Əsas məsələ odur. Təbii ki, ABC üçbucağı düzbucaqlı üçbucaqsa, demək C bucağı 90 dərəcə. Çünki AB şəklə baxanda da görünür ki, iti bucaqdır. İndi onda biz hansı qaydadan istifadə edəcəyik? Düz bucaq təpəsindən çəkilən hündürlük. Bu qaydadan istifadə edəcəyik. Təbii ki də ən gözəl yol düzbucaqlı üçbucaqda hündürlüyü tapma qaydası nə idi? Hipotenuza çəkilən hündürlüyü tapma qaydası katetləri vurub hipotenuza bölürdü. Yəni 6-nı 8-ə vurub 10-a bölsək, eləyəcək 4/8, düzdür? İndi məsələ nədir? Məsələ o ki, bizdən soruşurdu x-i. Bax, tapdığım h 4/8 əslində budur da, düzdür? Çünki buna biz h dedik bayaq və bu əslində içəridəki düzbucaqlı üçbucağın hipotenuzuydu. Ona görə də bura 4/8 isə x-i necə taparam? 45-45-90 üçbucağının qaydası var idi, yadınıza düşürsə. Deyirdik ki, katetin kökdə 2 misli hipotenuza bərabərdir. Yəni, x-i kökdə 2-yə vuranda 4/8 eləməli. Onda x-i tapmaq üçün 4/8-i bölərəm kökdə 2-yə. Belə bir cavab görmürsənsə, narahat olma. Məxrəci irrasionaldan azaddır. Kökdə 2-yə yuxarını da vur, aşağını da. Olacaq 4/8 vur kökdə 2-yə. Bölünsün. Kökdə 2-ni kökdə 2-yə vuranda 2 eləyir. Son olaraq bunları ixtisar etsək, cavab olacaq 2/4 və kökdə 2. 2/4-də sağ olsunlar adi kəsimdən verdikləri üçün cavab B variantı olur. Baxaq 19-cu suala. Bərabərsizlik sistemi verilib. Deməli, mən baxıram burada 2 dənə bərabərsizlik var. Bu xətti bərabərsizlik rahat formadadır. Bu isə kəsirlidir. Kəsirdən camı qurtarmaq üçün birinci bərabərsizliyin hər bir həddini hamısını 2-yə vuraram ki, bu məxrəc getsin buradan. Əslində bu da növünə görə xəttdir. Sadəcə məxrəc var. Gəlin onda belə eləyək. Birinci bərabərsizliyin hər tərəfini 2-yə vururam. 2-yə vursam olacaq 12x. Bunu 2-yə vursam məxrəc gedəcəyi üçün birbaşa çıxdan sonra həmin o 4x çıx 3 yazıram. Amma mötərizdə yazım uşaqlar. Bax, çıxdan sonra nə gördünüzsə mötərizdə yazılmalı. Böyükdür. 2 var. 2-ni də 2-yə vurmalıyam. Olacaq 4. Hamısını vurdum 2-yə. Aşağıdakı ilə hələ ki heç bir işim yoxdur. Qalsın öz yerində. Növbəti addımda belə bir alınır isə işarəsi qoyuruq, davam edirik. İndi burada məsələ nədir? Biraz daha sadələşdirəsi olsaq elə misalın üstündə baxın. Çıx 9x üstə gəl 3 deməkdir, düzdür? Çünki 2 mənfi bir-birinə dəyər. Onda belə edirəm. Çıx 9x üstə gəl 3. Və normal olaraq 12x-dən 9x çıxanda olacaq 3x böyükdür. 3-ü sağ tərəfə keçirsək, 4-dən 3 çıxsaq olacaq 1. Daha sonra burada nə edirəm? 5x-i sol tərəfə atsam, 2x-dən 5x çıxsam olacaq mənfi 3x. Burada nə edirəm? Götürərəm mənfi 3-ü, ataram sağa. Olacaq mənfi 18 üstə gəl 3. Yəni mənfi 15. İşarələr təbii ki, indi müəyyən dəyişikliklərə uğrayacaq. Buradan x-i tapmaq üçün 1-i bölərəm 3-ə. Yəni 3-də 1. Burada isə x-i tapmaq üçün mənfi 15-i mənfi 3-ə bölürəm. 5 eləyir, düzdürmü? Amma işarə əksinə dəyişir. Yəni böyükdür işarəsi kiçikdir olmalıdır. Çünki x-in qabağında mənfi idi. Mənfiyə böldüyüm üçün, mənfiyə vurduğum üçün mütləq işarə dəyişməlidir. İndi belə bir cavab aldıq. Biz bilməliyik ki, sistem demək nə demək idi? Kəsişmə. Bəs birləşmə olan nə idi? Bəli, heyət idi. İndi nə edərəm? Götürərəm bunları ya ədəd oxunda eləyə bilərsən və yaxud da şifahi hər halda bilirik ki, 3-də 1-dən böyük 5-dən kiçik demək 3-də 1-lə 5-in arası deməkdir. Təbii ki, yumru mötərəzələrin. Bizə deyir ki, bərabərsizlər sistemin ən böyük tam həllini tapın. Baxın, ən böyük 5 özü daxil deyilsə, onda bizdən böyük kim olacaq? Bəli, düz tapdan ən böyük olacaq 4, yəni A variantı. Sonra 20-ci suala baxırıq. Bu da maraqlı bir tənnidir. Tənnini deyir, həll edin. Birincisi, bir kəsin sıfıra bərabər olması üçün gərək surət 0 olsun. Məxrəc isə 0-dan fərqli olmalıdır əlbəttə ki. Onda nə edərəm? Tangens 2x bərabər 0 tənninindən həll edərəm. Bilirəm ki, arqument 2x-dir deyə yazmalıyam 2x bərabər. Nə edirəm? Deməli, baxıram ki, tangens tənninləri necə əldə edirdik? Arctangens 0 üstəgəl pk yazırdıq. Düzdürmü? Gəlin yazaq. Arctangens 0 üstəgəl pk. Olacaq 2x bərabərdir. Elə pk. Çünki bu 0-dır. X bərabər olacaq pk böl 2-yə. Düzdürmü?
Nəsə başa düşməsəniz, mütləq şərh bölməsində filan yazın. Mən sizə izah edeyim təkrar. İndi belə aldıq. Ondan sonra nə edərəm? Bu mənim sürətdən aldığım cavab. Keçirəm məxrəcə. Məxrəci sıfırdan fərqli eləməliyəm. Yəni 1 çıx modulda sinus x demək bərabər, daha doğrusu fərqlidir, 0 olmalıdır. Onda olacaq sinus x modulda sinus x fərqlidir, 1 olmalıdır. Düzdürmü? Fərqlidir, 1. Hə, bu nə deməkdir? Bəs sinus modulu 1-dən fərqlidir. O deməkdir ki, x sözü də fərqli olmalıdır. Nədən? Sinus 1 nə zaman alır? Pi bölü 2-də alınır. Ona görə yazaram ki, pi bölü 2 plus, bir də pi k-dan fərqli olmalıdır. Sonra, indi biz nə edərik? Burada 2 dənə cavab almışıq. Bu və bu. Düzdür. Biri 0 üstə gəlir pi k bölü 2-dir. Biri isə pi bölü 2. İndi bunlara uyğun necə həll tapırıq? Əlbəttə ki, mən aldığım pi k bölü 2-nin həllərini yoxlamalıyam. Yəni, biz bilmirik də orada k-nın elə bir içində qiyməti varmı ki, mən onu qoyanda x pi bölü 2 və yaxud da onun dövrləri ilə alınan bir cavab olsun. Bunu mütləq yoxlamaq lazımdır. Onsuz da böyük ehtimal cavab C olacaq. Gəlin baxaq. Demək, nə edərəm? K-ya burada müxtəlif versiyalara görə yoxlayaram. Bax, buradan yoxlayıram. Yazıram K bərabərdir. K-nın yerinə gəlin bir dənə 2n düşünək. Yəni, cüt ədəd olduğunu düşünək. O zaman x bərabərdir. Pi n alarıq, düzdür. Bax, K-nın yerinə 2n qoysam nə olur? Pi vur 2n bölü 2. 2-lər ixtisar edir, qalır pi n. Daha sonra, pi n demək nə deməkdir? Bax, pi n demək sinusun 0-a bərabər olması deməkdir. Daha sonra, yəni ödəyir, problem yoxdur. Bizə lazım ki, sinus 1 olmasın, düzdür. Sinusun 0 olmasının sorunu yoxdur. Bu bizim üçün okeydir, yəni ödənilir. Daha sonra k-ya bəs tək qiymət qoysaq nə olar? 2n plus 1 qoysaq nə olar? X bərabər nə alınır? Deməli, 2n plus 1 qoysam olur pi bölü 2 üstə gəl, pi n, düzdür. Bu da aydın məsələ ki, bizim az öncə aldığımız cavabdan elə eynidir. Yəni, sinus burada bu həll üçün 1 olacaq. Bizə də lazım idi ki, 1 olmasın. Ona görə də bu ödənmir. Yəni, bunu götürmürəm. Sadəcə götürürəm yuxarıda aldığımı. Yəni ki, pi k-nı, pi n. İndi pi n yazılıb, pi k yazılıb eyni şeydir. Buradan da yazıram ki, cavab oldu C. Yəni, bax, pi n, pi k eyni şeydir. Çox maraqlı bir sual var. Gəlin bu sualın həllinə də baxaq. Bizə nə deyir? Funksiyası üçün aşağıdakı təkliflərdən hansı doğrudur? Deməli, birinci nə edərik biz? Baxırıq ki, variantlarda maksimum, minimum, artır, azalır kimi anlayışlar var. Bilməliyəm ki, bu törəmə ilə həll oluna bilən bir sualdır. Rahat şəkildə törəmə ilə həll edə bilərik. Əlbəttə ki, başqa bir çox üsullarımız var. Nə edərik? Gəlin əvvəlcə verilən funksiyanın törəməsini tapaq. Birbaşa yazıram 6x kvadrat üstə gəl 6x üstə gəl 12. Daha sonra belə bir kvadratik ifadə aldıq. Bu kvadratik ifadənin hansı aralıqda artdığını, azaldığını və s. maksimum qiymətini, minimum qiymətini görməkdən ötürü əvvəlcə gəlin diskriminantını hesablayaq. Çünki kvadratik ifadədir. Diskriminant b kvadrat çıx 4ac ifadəsilə hesablardır. A-mız 6-dır, b-miz 6-dır, c-miz 12-dir. Yerini qoyub hesablasaq 6-nın kvadratı çıx 4 vur 6 vur 12. Uzun sözün qısası deyəsən 36 çıx, bu nə eləyir? 8, 2. Eləyir nə? Mənfi bir şey eləyir. Yəni, mənfi 252 eləyir. O da 0-dan kiçik olduğu üçün. Biz gördük ki, diskriminant 0-dan kiçikdir. Digər tərəfdən A əmsalımız, yəni 6 olduğu üçün 0-dan böyükdür. İndi yəqin ki, yadınıza düşdü. Bu şərt ödəniləndə nə baş verirdi? Diskriminant mənfi, A əmsal müsbət onda nə olurdu? Deyirdik ki, kvadratik ifadə həmişə müsbət qiymət alır. Ona görə də bizim bu funksiyamız həmişə müsbət qiymət alacaq. Kənarda da qeyd edirəm. Bu o deməkdir ki, ifadə həmişə müsbət qiymət alacaq. Həmişə müsbət qiymət alması sizcə variantlardan hansıdır? Bütün ədəd oxunda artır deməkdir. Yəni ki, olacaq Y variantı. Əgər belə deyədəsə, törəməsi həmişə müsbət qiymət alıbsa, demək ki, funksiyanın özü də həmişə artan olub. Bu qədər asan. Baxaq 22-ci suala. Bizə eybəcər bir irrasional ifadə verib. Deyir, bu ifadənin qiymətini hesabla. 3 dənə burada irrasional, məxrəci daha doğrusu irrasional kəsirlərə görə əvvəlcə olan hər birisini ayrı aralıqda məxrəci irrasionaldan azad eləyək. Yəni, uyğun olaraq qoşmalarına vuraq. Qoşmalarına vurmaq nə deməkdir? Təbii ki, ortadakı işarəni götürüb dəyişirsiniz. Mən artıq yazdım. Bu tip yazandan sonra uyğun olaraq məxrəcdə kvadratlar fərqi düsturunu tətbiq eləyirik. Baxın, 7-nin kökdə 7-nin kvadratından kökdə 3-ün kvadratını çıxanda olur 7 çıx 3. Bu da bizə nəyə verir? 4-ü verir. Bəli. Yəni, bu deməkdir ki, buradakı 4 ilə bu ikisinin hasili gedir. Qalır kökdə 7 plus 3. Eyni məntiqlə
Burada da kökdə 8-in kvadratını, kökdə 3-ün kvadratını çıxanda 8-dən 3 çıxdığımız üçün 5 eləyir. Bunlar bizə birbaşa kökdə 8 çıx kökdə 3-ü verir. Burada da yenə eyni məntiqdir. Qalır kökdə 7 plus kökdə 2. Son olaraq bu üçünü hesablamaq lazımdır. Birincini, ikincini toplayıb ən axırda üçüncünü çıxmalıyam. Yəni kökdə 7 plus kökdə 3 üstə gəl. Burada kökləri yazmamışam. Mən üzrlü sayın. İndi fərqinə varıram. Kök var idi üstünə. Aha. Deməli, toplamalıyam kökdə 8 çıx kökdə 3 və ən axırda bunu çıxmalıyam artıq. Yəni çıx kökdə 7, çıx kökdə 2. Görək kimlər gedir, kimlər qalır. Kökdə 7-lər getdi, kökdə 3-lər də getdi. Qaldı kökdə 8 çıx kökdə 2. Sən bilirsən ki, kökdə 8 2 kökdə 2 kimi yaza bilərsən. Onda cavab olacaq elə kökdə 2-nin özü. Yəni B variantı. Çox maraqlı misal idi. Baxaq 23-cü suala. Ehtimal ayəti sualıdır. Əsl blok tipli. Çünki burada Bernoulli tənliyindən istifadə eləmək olacaq. Demək, bu Bernoulli kimdir? Gəlin düstura sizin yadınızda salın. Bernoulli-ni ürəyin istəyən hərfinə, məsələn, B ilə işarə eləsəm, B n-dən K bərabərdir. Yazaram kombinezon n-dən K vurulsun P-nin qüvvətində K, Q-nun qüvvətində n minus K. Elə eləməliyəm ki, bunların qüvvətlərinin cəmi mənə n-i versin. İndi məsələn nədən ibarətdir? Bizdə metal pul 10 dəfə atılıb. Yəni, atış sayı sözlə də yazıram sizin üçün. Atış sayı n-dən işarə olunur normalda və o bizə verilib 10. Daha sonra bizdən istənilən nəticəyə baxırıq. Deyir, 6 dəfə xəritə üzü düşsün. Yəni, istənilən nəticəmiz K-na işarə olunur, o da 6-dır. İndi xəritə üzü və şəkil üzü. Bilirəm ki, 2 dənə mənim halım var. Ya şəkil düşür, ya xəritə düşür. Pul vaidinə görə belə uyğunlaşdırılır və 2 dənə üzü olduğu üçün bir metal pulun, istənilən metal pulun 2 üzü olduğu üçün hər birisinin ayrı-ayrı ehtimalı yarım ehtimaldır. Yəni 2-də 1, 2-də 1. İstəyir xəritə üzünün, istəyir rəqəm olan üzünün, yəni şəkil olan üzünün fərqi yoxdur. Hər birinin düşmə ehtimalı olur 2-də 1. Yəni burada bizim P-miz və Q-müz hər birisi 2-də 1-dir. Metal pullarda belə olur. İndi uyğun olaraq hesablasaq, B demək 10-dan 6 bərabərdir. Uyğun olaraq sadəcə yerinə qoyacağım, ciddi bir şey yoxdur. Kombinezon 10-dan 6 vurulsun. P-nin, yəni 2-də 1-in üstündə 6. Bir dəfə isə 2-də 1-in üstündə n çıx K, yəni 10 çıx 6, yəni 4. İndi gəlin bunu hesablayaq. Deməli, kombinezonu hesablamaq üçün gedirəm kombinezonun düsturuna müraciət edirəm kənarda. Kombinezon n-dən K-nın düsturu belə idi. N faktorial bölünsün K faktorial vurulsun N çıx K faktorial. İndi bu düstura əsasən mən necə hesablayayım bunu? Kənarda hesablayıram, çünki ən yaxşısı belədir. Kombinezon 10-dan 6 bərabərdir. Yazaram 10 faktorial bölünsün 6 faktorial vur 4 faktorial. İndi 6 faktorial onsuz da 10 faktorial ona uyğun açılsa 10 faktorialın yerinə 6 faktorial vur 7, vur 8, vur 9, vur 10 yaza bilərəm. Məxrəcdə də yenə 6 faktorial var. 4 faktorial da 4, 3, 2, 1-in hasilidir. Bir daha yazmıram. Demək, nə baş verdi? Baxın, 4 ilə 2-nin hasili 8 eləyir. 3 ilə də 9 ixtisarsam qalacaq 3. 7, 3 və 10. Bu eləyir 210. Gözəl. Yerinə qoyuram 210 vurulsun. Bax, 2-də 1-in üstündə 6 nə deməkdir? 200 6 bilirik ki, 64. Yəni 64-də 1. Daha sonra bu birisi nədir? Əslində birbaşa belə də eləyə bilərdik. Baxın, əsaslar indi vurma zaman qüvvət üstləri toplanırlar. 2-də 1 üstü 10 deməkdir bu birləşəndə. Yəni 2-də 1 üstü 10 demək 2 üstü 10 1024-də axı. 1024-də 1 eləyər, ona görə daha rahat olsun. Heç nə, bunları da vuranda ixtisar gedirmi görə? 2 ixtisar gedir də, düzdür. Olacaq sürətdə 105, məxrəcdə də 512. Bu da bizim cavabımız. Gəlin baxaq 24-cü suala. Deməli, bizə deyir ki, diaqonalı 3 kökdə 2 olan kvadratın. Çəkirəm bir dənə kvadrat. Tərəfi ətrafında fırlanmasına alınan silindrin həcmini tapın. Neyniyərəm? Bunu kopyalayaram. Təkrar yapışdıraram. Olduğu kimi yanına. Məqsədim nədir? İndi deyəcəm. Demək, neyinirik çocuklar? Bu əgər tərəfi ətrafında fırlanırsa, necə fırlanacaq? Baxın, bu hər hansısa bir tutaq ki, bu tərəf ətrafında fırlanır. Nəyin ətrafında fırlanırsa, o sabit qalır. Baxın, bunu tərpətmirəm. Bayraq kimi düşünün. Bunun ucundan belə-belə başlayır fırlanmağa. Beləliklə, burada bir silindir yaranır. Eyni şeydə aşağıda yazılacaq həmçinin. Nə gözəl çəkdim. Bir saniyə. Aha, belə bir görüntü.
İndi bizim silindrimiz alındı. Bizim silindrimizin hələ ki heç bir cəmiyyətini bilmirik. Baxın, kvadrat vermişdi ki, diagonalı 3 kökdə 2. Normalda kvadratın diagonalı D bərabərdir. A kökdə 2 düsturundan hesablanır. Yəni tərəfin kökdə 2-si olur. Bu 3 kökdə 2-yə bərabərsə, demək kvadratımızın tərəfi 3 imiş. Yəni 3-dürsə, bunların hamısı 4 bir tərəfdə 3 olmuş olur. Yəni silindrin hündürlüyü olur 3. Bəs radius? Əlbəttə ki, radius da buradır. Radiusun hündürlüyü bir-birinə zaten bərabər olmuş olur. Ona görə radius da 3. Bizdən soruşur silindrin həcmi. Silindrin həcmi xatırlayaq. Silindir bərabərdir. Oturacağın sahəsinin hündürlüyü hasilir. İndi oturacaq dairədir, yəni pi r kvadrat. Hündürlüyü də h. Yerinə qoysan pi vur. R-in kvadratı, yəni 3-ün kvadratı, yəni 9. Vur h, yəni 3. Cavab olacaq 27 pi. Bitdi. 25-ci sual çox maraqlı sualdır. Bir qəsəbədə 64 küçə. Hər küçədə 128 bina. Hər binada 8 blok, hər blokda 32 mənzil var. Bu qəsəbədə cəmi neçə mənzil var? Fikir versəz iç-içədir məsələnin özü. Qəsəbəni verir. Qəsəbənin içində küçələr var. Küçənin içində binalar var. Binanın içində bloklar, blokun içində mənzillər var. Yəni hər şey bir-birinin içində olduğu üçün siz bunları götürüb hamısını bir-birinə elə vura bilərsiniz. Yəni yazaram 64 vurulsun 128 vurulsun 8 vurulsun 32. Təbii ki, bunlar hamısı 2-nin qüvvəti olduğu üçün 2-nin qüvvəti şəklində yazmalıyım. 64'ü 2 üstü 6 kimi yazaram. 128'i 2 üstü 7. 8'i 2'nin kubu. 32'ni ise 2 üstü 5 kimi yazaram. Əsaslar eyni olanda vurma zamanı qüvvət üstləri toplanılır deyə olur 2'nin üstündə 21. Cavab da belə qalır. Bitdi getdi. Mən düşünürəm 26-cı tip sualların ən gözəl həll yolu elə Venn diaqramıdır. Bəzi hallarda Venn diaqramı əlverişli olmaya bilər, amma bu tip rahat nümunələrdə çalışın düstura qaçmayasınız. A və B çoxluqlar üçün kəsişmə 1-3-7-dir. Bax, bu 1-3-7 çoxluğun özündəki elementlərdir. Yəni bizə hələ bunun n-sını verməyib. N A kəsişmə B-ni verməyib. Qabağında n varsa o sayını göstərir. Yəni mən əgər n A kəsişmə B nədir deyə sorsam, sən deyəcəksən ki 3 dənə. Çünki burada 3 dənə element var. Ona görə kəsişməyə 3 yazıram. Olsun bu A çoxluğu, bu da B çoxluğu. Deyək ki birləşmə 12-dir. Yəni burada və 3 ilə bir yerdə cəmi 12 dənə element var. Bu hələlik qalsın. Deyir ki A-nın elementlərinin sayı B-nin elementlərinin sayından 7 vahid çoxdur. Təbii ki, buradan bunu başa düşdük. Çünki NA-nı tapmaq istəsəm, MB-ni keçirsəm sağ tərəfə belə bir görüntü alaram. Yəni NA MB-dən 7 vahid çoxdur. Mən onda məsəl üçün bura bir dənə x yazsam, MB o zaman nə olmuş olacaq? X plus 3 olmuş olacaq, düzdürmü? Bəs dedik ki, NA da MB-dən 7 vahid böyükdür. Onda o da bundan 7 vahid böyük olsa, x plus 10 olar mı? Olar. Demək A çoxluğuna bütöv yazmalıyam. X plus 10. 3'ü burada var. Demək bura x plus 7 yazsam, həmin o x plus 10'u almış olaram. Bizdən soruşur ki, A çoxluğunu tapın, NA-nı tapın. Bunun üçün neyini? Birləşmənin 12 olduğunu nəzərə alalım. Yəni x plus 7, 3 və x bunların cəmi 12 olmalıdır. O zaman 2x plus 10 bərabər 12-dirsə, 2x olar 2, yəni x olar 1. Bizdən isə soruşur NA-nı. Yəni 1 üstə gəl 10, cavab olar 11. 27-ci suala baxırıq. Cəbri bir ifadə verib bizə və başqa bir ifadənin qiymətini soruşur. Demək, verilən bu ifadəyə baxsaq, eləmək olar. Əslində, gəlin belə bir iş görək. Mən istəyirəm burada bir məna əlaqəsi qurum. Gəlin kənarda kök altında x plus 4-ün kvadratının necə qiymət aldığına baxaq. Məsəl ki, bu müxtəsərdən kvadrata yüksəltsəm, x plus 8 kökdə x üstəcə 16 ifadəsini alaram. İndi bu məlumatdan istifadə eləyərək bizə əgər bunun qiymətini, baxın, eyni şeydə düzdür, qiymətini 16 veribsə, yerinə 16 qoysam, onda 16 üstəcə 16 mənə 32-ni verər, düzdürmü? Demək ki, baxın, təkrar yazıram. Kök altında x plus 4'ün kvadratı 32 imiş. Ondan kök altında x plus 4 özü neymiş? 32'dən kök çıxanda nə olur? Kök altında 32. Kök altında 32 nə deməkdir? Kök altında 16 vur 2 deməkdir. Yəni 4 kökdə 2, düzdür? Birbaşa 4 kökdə 2 yazıram. Onda belə çıxır ki, bizdən soruşulan ifadəyə baxaq. Aha.
Demək, yerinə qoyub sadələşdirmə eləyə bilərəm. Soruşulan ifadəyə gəlin baxaq. Olduğu kimi köçürüm ifadəni. Həmin bu ifadəni orta məxrəcə gətirəsi olsaq, məxrəcdə bunların hasili yaranmalıdır. Bu iki məxrəcin hasili də bizə müxtəsər düsturunu verir. Yəni 4-ün kvadratı çıx kök altında x-in kvadratını verir. Sürətdən olur. Çarpaz şəkildə təbii ki vururuq. 4 üstə gəl kök altında x-in kvadratı çıx 4 çıxılsın kök altında x-in kvadratı. İndi gəlin sadələşdirək. Necə sadələşdirirəm? Deməli, sürəti müxtəsərə görə açası olsam, əslində açmaya da bilərik. Çünki biz bayaq dedik ki, 4 üstə gəl kökdə x-in kvadratı dedik 32. Elə bunun yerdə birbaşa 32 qoya bilərəm qoymanı. Belə üstündən göstərim 32-dir bu. Amma bu birisini artıq açmaq zorundayım. Çünki onun qiyməti yoxdur əlimdə. Olacaq 32 çıxılsın. Baxın, bunu müxtəsərə görə açıram. Amma mötəriz yazıb sonra açıram. 16 çıxılsın 8 kök altında x üstə gəl kök altında x-in kvadratı, yəni elə x-in özü. Bölünsün. Məxrəcdə də 16 çıx x var. İndi məxrəcdəki 16 çıx x qalsın. Sürəti biraz daha sadələşdirsək, yəni bu mötərizəni vurub atsaq, sürət nə olacaq? Belə bir şey olacaq da, hər birisinin işarəsi dəyişəcək əksinə. Bax, bu elədi 16. Bu da olduğu kimi. İndi bizdə bir məsələ var. Belə bir ifadə aldıq sürətdə. İndi mən nəyi görürəm? Baxın bir dənə. Mən burada bir dənə diqqətlə fikir verin. 8 kökdə x nəyə bərabərdir? 16 çıx x-ə, düzdür? Yəni mən 16 çıx x-in yerinə 8 kökdə x qoya bilərəm, düzdür? O zaman burada da 16 çıx x-in yerinə 8 kök altında x qoysam, dalınca da üstə gəl 8 kök altında x var. Onda nə baş verəcək? Eyni məntiqlə aşağıda da eyni hərəkət eləsəm, 16 çıx x-in yerinə 8 kök altında x 16 kökdə x bölünsün 8 kökdə x. Bunun da nisbəti bizə verəcək 2-ni. Bitdi, getdi. Ümid edirəm hər şey aydın oldu. Biraz qarışıq sual idi, əvəz etmə falan elədik. Amma çətin deyildi. 28-ci suala baxırıq. Kör bucağı iti bucağından 5 dəfə böyük, hündürlüyü 6 olan rombun perimetrini tapın. Nə edək? Deməli, aydın məsələdir ki, iti bucaq alfa, kör bucaq da ondan 5 dəfə böyükdürsə, 5 alfa olarsa, mən nə edərəm? Bilirəm ki, paralleloqramda da, həmçinin rombda da bir tərəfə kiçik bucaqların cəmi 180 dərəcə olmalıdır. Bu digər kvadrat və düz bucaqlıya da aydın məsələdir ki, aiddir. 6 alfa bərabər 180 tənliyindən alfanı taparam 30. İndi bax, alfa 30-dursa, bura 30 yazsam. 5 alfa nə olacaq? 5 vur 30, yəni 150. İndi məsələn nədən ibarət? Mən hələ bu 150-ni silirəm. Təpədən bir dənə hündürlüyü endirirəm. Çünki məndən hündürlükdən danışır. Onda 150, 90 və 60 olaraq 2 hissəyə bölünəcək, aydın məsələdir ki. İndi bizə verib ki, hündürlük 6-dır. Deyir, rombun perimetrini tap. Bilirəm ki, rombun bütün tərəflərinin hamısı eyni uzunluğa malik olur. Əgər burada bir düz bucaqlı üst bucaq yarandığını görürəmsə, nə edərəm? Baxın, düz bucaqlı üst bucaqda 30-un qarşısında 6 durub. Düzdür, 30 dərəcənin qarşısında 6 durub. Onda A hipotenuz olduğu üçün həmin o 6-nın 2 misli olar, yəni 12 olar. Perimetr də 4A düsturu ilə hesablanır rombda. Ona görə də 4 vur 12, yəni cavab olar 48. Baxaq 29-cu suala. Çoxunuzun sevimli mövzusu olan çevrəni tənliyim. Birinciyə baxırıq. Kvadratlar cəmi 16 verib. Ümumilikdə istəyirəm ki, birinci xatırladım. Çevrənin tənliyi necə idi? Çevrənin tənliyi bu şəkildə idi və burada mütləq şəkildə bərabərliyin sağında radiusun kvadratını yazırsınız. Burada gördüyünüz AB çevrənin mərkəzi nöqtəsinin koordinatlarıdır. Deməli, indi məsələ nədən ibarətdir? Başlayırıq birincidən. Birincidə görürəm ki, x kvadrat üstə gəl y kvadratını bizə verib 16, yəni 4-ün kvadratı deyə bilərik. Burada görürəm ki, A və B hər ikisi sıfırdır, yoxdular. Düzdür? Çünki mötərizə falan yoxdursa, demək AB yoxdur, sıfır. Onda bunun mərkəzi koordinat başlanğıcında olmuş olur. Və variantlarda elə bir cümlə görmürəm. Mərkəzi 0-0-dadır deyə bir şey yoxdur. A-dan D-dən görək hansıdır. Baxın, radius biz dedik ki 4-dür. Düzdürmü? Buradan görünür ki, radius 4-dür. Radius 4-dürsə, diametr də radiusun 2 misli olduğu üçün 2 vur 4, yəni 8 olar. Doğrudan da düz deyir. Demək, A variantı gedər birinciyə. Biri A-nı atdıq. Sonra nə deyir? Keçirik ikinciyə. İkincini gəlin yazaq. X çıx 5-in kvadratı üstə gəl. Y üstə gəl 4-ün kvadratı. Bərabər 25. 25 5-in kvadratıdır. Buradan belə qənaətə gəldik ki, radiusu 5-dir.
Həmçinin mərkəzi nöqtəsinin koordinatlarına baxası olsaq, bilməliyəm ki, burada gördüklərimin əksini götürməliyəm. Yəni müsbət 5 və mənfi 4 götürməliyəm. Yəni B variantı gedəcək. Son olaraq üçüncüyə baxırıq. Üçüncüdə də x çıx 1-in kvadratı və y çıx 4-ün kvadratı verilib. 9 verilib. 9 3-ün kvadratıdır. Yəni ki, radius olacaq 3 vahid. Ona görə D variantı gedəcək. Mərkəzi isə 1 və 4 üzərində yerləşir həqiqətən də. Ona görə deməli hansı variantdır? C-ni də aid eləyərik bura. Yəni uzun sözün qısası 1A, 2B, 3 isə C və D olmuş olur. Baxaq 30-cu suala. İsbat sualıdır. Deyir, sisteminin yeganə həllinin olması üçün bu şərtin ödənməli olduğunu isbat elə. Neyniyərəm? Baxın, bu tip suallarda nə etmək lazımdır? Görürəm ki, məxrəc nə idi? İkinci tənlikdə kvadratlar var, birincidə isə yoxdur. Əvəz etmə ən ideal üsuldur. Birinci tənlikdən əvəzləmə edirəm, y-in yerinə açıq x yazıram. Yəni bunu siz, mən indi video çəkdiyim üçün, vaxt olmadığı üçün yazmıram. Siz amma isbat yazanda bu mənim səslə dediyim hər bir şey yazılı şəkildə sözlə yazmalısınız ki, sistemin birinci tənliyindən y bərabərdir. Açıq x ilə əvəz etmə eləsək və bunu sistemin ikinci tənliyində nəzərə alsaq, o zaman nə alınır? X kvadrat üstəgəl y kvadrat bərabər b-dən y-in yerinə açıq x qoyuram. X kvadrat üstəgəl, bax, y-in yerinə açıq x qoyuram, üstündə kvadratı unutmamalıyam. Demək, bunu sadələşdirsəm nə olacaq? Baxın, bu müxtəsərlə açılacaq. Olacaq A-nın kvadratı çıx 2ax üstəgəl x-in kvadratı bərabər b. Yəni olacaq 2x kvadrat çıx 2ax üstəgəl a kvadrat çıx b-ni siz ən axırda sərbəst hədd kimi saxlayırsınız. Çünki yanında x-i yoxdur. İndi bir kvadrat tənliyi alındı və bir kvadratik tənliyin yeganə həllinin olması üçün diskriminant bərabər 0 şərti ödənməlidir. İndi diskriminantın düsturunu da xatırlayırıq. Təbii ki, b kvadrat çıx 4ac-dir. Burada yerinə qoyuram. Baxın, b-nin yerinə nə durub? X-in əmsalı nədir? Mənfi 2a düzdür. Demək yazmalıyam mənfi 2a-nın kvadratı. Çıx. 4 vur. A-nın yerinə nə durub? 2. C-nin yerinə nə durub? Bax, bu bütöv. Bu ifadən bütöv götürürsən. A kvadrat çıx b-ni bütöv götürürsən. Bu 0 olmalı. İndi gəlin bunu sadələşdirək. Olacaq 4a kvadrat çıx. 8-i vuracam. A kvadrat çıx b-yə bərabər eləyəcəm 0-a. Bu nə deməkdir? 4a kvadrat çıx 8a kvadrat. Bax, mənfi 8-i mənfi b-yə vuranda müsbət 8b eləyir, düzdürmü? Bu da o deməkdir ki, mənfi 4a kvadratı mənfi 8b-yə bərabərdir. Hər tərəfi mənfi 4-ə bölsəm, a kvadrat 2b-yə bərabər olmuş olar. Beləliklə də isbatımız tamamlandı. Beləliklə, dəyərli şagirdlər, bu videonun da izahının sonuna gəlib çıxdıq. Ümid edirəm, hər şeyi aydın izah eləyə bilmişəm. Hər hansısa qaranlıq qalan, aydın olmayan bir şey varsa, mütləq şərh bölməsində yazıb bildirməyi unutmayın. Hələlik.